Sen niye böyle oturdun? Çünkü ben anamın kızıyam ve anamın yanındayım. Ya sen Azərbaycan xalqının qarşısındasan. Mən anamın qızıyam və anamın qızıyam və anamın yanındayam. Birincisi, sənin ananla atan Təranə xanımla nədir onun adı? Musa kişi. Yəni illərdir səhnədə olan adamlardılar. İndi birincisi, səni səhnəyə efirə çıxardanda onlar sənə başa salmalıydılar ki, qızım, sən televiziyaya çıxırsan, sənin xalqın qarşısına çıxırsan. Onun cavabı var bir dənə. Sen niye böyle oturdun? Çünkü ben anamın kızıyam ve anamın yanındayım. Yəni burada bu qızın böyle bir günahı yoxdur. Ciddi deyirəm. Bunun elə günahı anasında və atasındadır ki, buna izah eləmir ki, sən anamın qızı ola bilərsən. Anan evdə hakimiyyət qura bilər atanın üstündə. Amma sən burada anavın qızından əlavə sən Azərbaycan xalqının qarşısında oturursan, anavın yanından əlavə. Onun yoluyla. Bəli. Amma bu da fəxr eləyir də ki, yəni mənim qızımın cavabına bax. Yəni 1 qram utanma, arılanma keçirmirlər ki, bu ayıb deyə biz 10 milyon Azərbaycan xalqının qarşısındayıq. Ha. Yəni bizim qızımız, bizim oğlumuz, nə bilim onun qızı, bunun qızı bəyəmşəydir, əksi zatdır. Ay maşallah. Bak bu sunni dedim bak. Ay nuş olsun size. Loco, tu mujer de perre. Qurana and olsun, bitib söz, bitib, bilmirəm nə deyim. Vallahi billahi bilmirəm nə deyim. Ay Allah, ilahi. Ey yeri göğü yaradan, aləmlərin tək Rəbbi olan Allah. Neynəmişik biz? Biz harda neynəmişik? Bu nədə yaşayırıq biz? Ay loco, tu mujer de perre. Bizdə haramsıza gəlib göstərir efirlərdə. Ay kız ağzını danışığım bile ha. Bir bana size göstereyim. Bizim sənətimiz Qatqılıyır necə bu? yoxdur bəyəm. Mən biz sizinlə yandırıb tökür. Gül kimi ifaçılarımız var, gül kimi gənclərimiz var, gül kimi sənəti bilən insan. Niyə siz bu tüpürünmə reytinqə, şəxsiyyətinizi niyə satırsınız? Siz dəyərlərinizi niyə alçaldırsınız? Milli mənəvi dəyərlərinizi, əqidənizi niyə ayaq altına atırsınız? O qadını ora çıxardana qədər belə bombasız, belə normal incəsənət televiziya adamlarısınız. Çıxard. Kimi deyim? Tomrisi çağır ora. Allah haqqı tanımıram da, yəni qızı şəxsən tanımıram. Tomrisi çağır ora. Nə bilim, başqa gənclərdən Ceyhun Səmədovu çağır ora. Normal qonaqlarla da, onlar da belə çağırırlar. O da soruşur ki, efirdə kim olacaq qonaq? Deyir filan kəs. O da deyir gəlmirəm. Gəlməz də. Bunlarla kim efirə gedib çıxıb oturar yan bayan? Kimdən oturub gəlib nə danışasan? Nə ola burada? Ölmeyip ki İbrahim Tatlıses. İbrahim Tatlıses öldü de ha. Necə? Buna bax bir dənə, yekə kişisən qardaş. Bu boyda sənətin var, muğam ifaçısan, idmançısan. Sən niyə özünü bunlara bir tay eləyirsən? Bax ARB kanalındadır. Orada oxuyan müğənnilərin heç birinin səsi yoxdur. Heç biri oxuya bilmir. Niyə belə edirsiniz? Mırtdaşmaq üçün, məzələnmək üçün, cəmaatı, milləti tupoy yerinə qoymusunuz. Bax, alçaqdır yalan deyən, siz milləti dingiş yerinə qoymusunuz ki, bunlara şəngülümləri çağıraq, sənətçiləri çağırın, normal ifaçılar var, gənclərə yol açın, uşaqlara yol açın. Siz neyinirsiniz? Televiziya rəhbərləri, siz hara baxırsınız? Siz vahşiyə başqa yerdən girdi də. Ay yanağına pavarotla belə. Gülüşüne vurulmuşam. Taleyime söylenecek el aşağı. Bu nə səhnədir? Bu nədir? Bu nə tamaşadır qurmusunuz? Yarı yolda sanım ömür
zümrüt alacağım. Gördünüz? Mənim itimdən deyir Charlie. Efirdə deyə bu. O gözlər, söz var deyə gözlər qəlbin aynasıdır. Merhaba. Bu Lokko mahnısına bir dənə tərcüməsinə bir dənə baxaq. Görək bizə nə oxuyurlar da, bizə televiziyada nə oxuyurlar, nədir bu? Yəni, bilək də birini oxuyurlar. Cəmiyyətin riyakarlığı, korotçe, bu mahnının tam tərcüməsini verə bilmərəm müəllif hüquqlarına görə, amma məzmun və məna izahı aydın şəkildə müəllif hüquqlarına görə vermirsə, demək ki, mahnının qeyri-etik ifadələri var. Bircə saniyə, qaqaş, tapıyor onu mənə məzələrsən, hə? Beni yıkıntıların arasında bıraktın. Maddesel yıkıntılar değil. Şimdi bir problem var. Ruhsal bir problem. Sen bir sürtüksün. Sürtük. Lokko sürtük demeymiş. Sürtük de bilirsin yani yəqin ki nədir. Beni çok uzun süre tuttun. Ağzıma bir şeker koydun. Ateşe veriyordum. Ve sen onu kapatmayacaksın. Sen bir sürtüksün. Sürtük. Ve bu bizim efirde gelir. Ay bacı başka söz de var. Lokko. Deyirəm də bu milləti, bu xalqı tupoy yerinə qoyublar. Bu media sahəsi bizim xalqı, bizim milləti, Azərbaycan millətini tupoy yerinə qoyub. Birbaşa bilirsiniz necə? Bax belə üzərinə demir də siz tupoysuz. Yəni göstərir ki siz tupoysuz. Qardaşım, çevriliş eləyən zat demirəm, mən sizə duraq, istefa zat yox. Qardaş, bu mədəniyyət sahəsidir. Bu Azərbaycan incəsənəti milli mənəvi dəyərlərinin məhvidir. Buna heç olmasa səs çıxardın da, sizin gələcək nəsil uşaqlarımız böyüyür. Nə bilim, məktəblər, təhsil, bərbad, efirlər, sizin atanız, anavız, bacınız, uşağınız, bilim. Bunlara baxır efirlərdən. Bu elə də həvəslə oxuyurlar ki, Sözün düzü mən yerdə deyildim. Mən adı o qaqaş. Yəni o qaqaş. Bunlar nəsə istifadə edirlər. kosmosdan gəlmişəm. Danışıqla sən arzularına çatmayacaqsan. Sən arzularına çatmayacaqsan. Bu nə efirdir ala, qaqaş, siz neyinirsiniz ala? Bir dənə bu padborka var, bir dənə bu video var, bu təkcə bu. Bunu belə aparasan, qoyasan Mədəniyyət və İncəsənət Nazirliyinin qabağına. Milli Teleradio və Yayım Şurasının qabağına. Və göstərəsən ki, bir dənə sual, bircə dənə sual. Siz nə düşünürsünüz? Burada hamıda var da, yəqin ki, burada bir səs var da, arada danışır, ümid eləyirəm ki, ölməyib də, danışır sizdə də. Siz buna nə cavab verirsiniz? Bu aparıcı budur. Bu yığdığı vergi buna bax bir dənə. Verək bir dəqiqə. Pullar, sponsor, zaten vermeşili makaron. Efirdə telefon zəng gəlib, durub telefonu götürüb çıxıb gedir. Allah, bu nədir? Siz neyinirsiniz? Allah sizi heç muradınıza çatdırmasın. Yəni, mən sizə başqa şey deyəmirəm. Söyə bilmirəm, gelib verəcəksiniz məhkəməyə. Siz bu xalqa neyinirsinizsə, siz bizim övladlarımıza, gələcək nəslimizə neyinirsinizsə, bax, siz bizə nə göstərirsinizsə, kişi deyir qarğış eləməz, amma yəni bu qarğış deyil, siz necədir, yəni əlacsızlıqdır, çarəsizliyi yaşamaqdır, o hala gətirib çıxartmışsınız bizi. Siz bizə nə eləyirsinizsə, hamısı balalarımızın başına gəlsin.